Bismillahirrahmanirrahim. Mömin qardaşlarımıza, bacılarımıza, bu verilişi görənlərin hamısına biz salam arz edirik. Bu günlərin Qum şəhrindən inşallah istəyirik Həzrəti Zəhra salamullahi aleyhanın həyatı haqqında tarixi bir hissələri burada nimat şəklində şəkil çəkiblər. Onları əziz tamaşaçılarımıza və əziz mömin qardaş və bacılarımıza inşallah nişan verək. Allahdan istəyirəm ki, inşallah arzu çəkənlərimizə Ruzeliyə, Mədinədə gələlər, yaxından inşallah Həzrəti Zəhranın və Peyğəmbərin evin ziyarət eləyələr. Əlbəttə bir övə gedirik ki, şayət bizim zahirdə qapı görükür, divar görükür. Amma o qapı bir qapıdır ki, Allah o qapının və o evin içində olanların haqqında buyurubdur ki, Ennəmə yuridullah liyazhəbə ankumur rəssə əhləl beyt və yutəhhirəkum tədhira. Bu əhl-i beyt haqqında deyiblər ki, əhl-i beyt yəni Peyğəmbərin elə hamı vərəsələrinə və hamı famillarına. Amma vaxtı Peyğəmbərin özü danışsa, onları biz üçün aydınlaşdırsa və izahlaşdırsa, daha bizə yaraşmaz ki, deyək kimlərdir. Peyğəmbərdən həm sünnilər və həm şiələr nəql ediblər. İbn Abbas deyir, Peyğəmbərdən xəbər aldım ki, ya Rasulallah, sənin əhl-i beytin kimdir ki, onların haqqında Allah bu cür buyurubdur? Buyurdu, mənim əhl-i beytim Əlidir, əmoğlum, qızım Fatimədir, Həsən balam və Hüseyin balam və bir də Hüseynimin nəslindən olan o 9 məsum imamdılar. Odur ki, inşallah biz tamaşaçılarla, siz əzizlərimlə, sizin dualarınızın bərəkəti ilə gedirik bir yerə ki, qayıdək elə fikir eləyək ki, 1400 il bundan qabaqdır. Gedirik Mədinə şəhrinə, inşallah istəyirik gedək, Allahın əziz yaranmış bəndəsinin və Peyğəmbərin özünün və ailəsinin görümünə. Biz Allahdan istəyirik ki, sizli bizdə hamımızı inşallah müvəffəq eləyə. Quran da buyurur ki, istəyirsiniz bir övəcirəsiz salam verin. Bura inşallah gedəcək ki, Həzrəti Zəhranın öz övünün şəklində də görərik. Amma biz elə həmin salamı veririk. Biz o salamı veririk ki, Peyğəmbər salam verib. 11 ay gəlib dayanardı Fatimə-i Zəhranın qapısında, buyurardı ki, Əssəlamu aleykum ya əhlə beytin nübüvvə. Ey nübüvvətin əhli beyti, Allahın salamı olsun sizə. Ennəmə yuridullah liyadhəbə ankumur ris və yutəhhirəkum tədhira. Necə su hər napakları pak elər, Allah əhl-i beyti də qərar verib, insanların napak əqidələrin pak eləsinlər. İnsanlar pak olsunlar. Necə su həyat yaradır. Və cealna minəl ma'i kullə şeyin hayya. Allah Peyğəmbərinlə özünün və ailəsinin oturduruşu ilə, onların fikri ilə, onların yol göstərməyi ilə insanların həyatında olan problemləri həll edir və insanların həyatın burada bir cənnətə təbdil edir. Hamılıqcaq, Əssəlamu aleykum ya əhlə beytin nübüvvə. Ennəmə yuridullah liyuzhəbə ankumur ritsə və yutəhhirəkum tədhira. Bu yeri ki görürük, Həzrəti Zəhra salamullahi aleyhanın dünyaya gəlmək haqqındadır. Bilirsiniz ki, xanımın dünyaya gəlməmişdən qabaq, anadan doğulmamışdan qabaq da ən gözəl məqam və şəni vardı. Həzrəti Adəm Əbulbəşər dedi ki, ilahi, bu cənnətinə işıqlandırır. Əmr olundu ki, Cəbrəil Adəmə görsətkinən, görsün cənnətinə işıqlandırır. Cəbrəil əmin Həzrəti Adəmi gətirdi cənnətin bir qurfələrinə, otaqlarına ki, deyir, nurdanıdır, işıqdanıdır və o nurlu otaqda deyir, gördüm bir təxt vardı, nurdandır. O təxtin üstündə, divanın üstündə gördüyüm bir xanım yatıbdı peykəri, nurdandır. Başında tacı vardı, qulaqlarında sırğası vardı, boynunda boyunbağısı, asqısı vardı. Və bu xanımın üzünün işığı ilə cənnət işıqlanır. Həzrəti Adəm dedi, ilaha bu kimdir bizdən qabaq yaranıb? Əmr olundu, yox, bu sənin nəslindən vücuda gələn mənim axır Peyğəmbərim Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm onun qızıdır. Olmasaydı bunun atası və olmasaydı bunların nuru, sizin heç biriniz yaranmazdı. Həzrəti Adəm dedi ki, başda tacı nədir? Dedi, atası Peyğəmbərin nübüvvət nişanıdır. Boynunda asqısı, əmoğlusu Əli ki, onun həyat yoldaşıdır, onun nişanıdır və qulağında olan sırğaları, 2 balası, bir cüt balası, Həsən və Hüseyin ki, behiştin gözəlliyi onlarındır, onlardır. Həzrəti Fatimə-i Zəhranın
dünyaya gəlməmişdən qabaq ən böyük məqamı vardı. Hətta vardı ki, Peyğəmbər 40 gün Allahın əmri ilə oruç tutubdu. 40 gün oruç tutandan sonra Xədicənin evindən ayrı olubdu. Cəbrail Peyğəmbərə bir heç cənnət yeməkləri gətiribdi. Ya Rasulallah, fəqət ən özün yeyəcəksən, heç kəsin haqqı yoxdur. Peyğəmbər onları yeyəndən sonra Kevsər suyu gətirilibdi və behiştin səlsəbil suyu gətirilib. Peyğəmbərə Xuzr istəbraq gəlibdi. Peyğəmbər dəstəmaz alıb və gəlib Xədicənin evinə. Həzrəti Xədicə salamullahi aleyha ki, Xuveylidin qızıdır, onun vücudundan Həzrəti Zəhra-i Mərziyə dünyaya gəlib. Bura Həzrəti Zəhranın o ləhzəsini göstərir bizə ki, anadan olub. Odur ki, Məkkənin xanımları Həzrəti Zəhranın evinə gəlmirdilər. Deyirlər, sən niyə getdin ki, özündən alçaq fəqir bir kişi ilə ailə qurdun. Həzrəti Xədicə hər xanım istəyər uşaq dünyaya gəlsin, naçardır ki, bir köməyə ehtiyac olsun. Vaxtı görübdür, tək qalıb, 4 dənə xanım gəliblər Həzrəti Xədicəyə köməklik eləməyə. Onların biri Asiyədir, biri Məryəmdir, biri Kulsumdur və bəd biri Saradır, Həzrəti İbrahimin xanımı, Məryəm İsa'nın anası, Kulsum Musanın bacısı. Kimdir ki, Allah Asiyə Fironun xanımı ki, bunlar cənnət xanımlarıdırlar. Vaxtı Həzrəti Xədicə salamullahi aleyha balanı dünyaya gətiribdi, nur işıqlanıbdı bu baladan. Və bəd buyurur ki, nəqlidə gördüm, buyurur ki, barmağın qovzadı cevə və alnın qoydu yerə şəhadəteynin dedi. Əşhədü Allah ilahə illallah. Xanım Həzrəti Zəhra belənçilik bir xanımdır. Odur ki, bu xanıma istəyiblər ad qoysunlar. Həzrəti Zəhra salamullahi aleyhaya istəyiblər ad qoysunlar. Nə adı qoysunlar yaxşıdır? Peyğəmbərimizə Cəbrail nazil oldu. İmam Sadıq ağa buyurur ki, Yunus ibn Zəbyan raviyə hədisdir. İmam Sadıqdan nəql eləyir ki, imam burada anam Fatimənin 9 adı vardı. Onun bir adı Fatimədir, bir adı Zəhradır, bir adı Bətuldur, bir adı Siddiqədir, bir adı Tahirədir, bir adı Zəkiyyədir və xanımın o qədər gözəldir hər adının vəsi, fəqət birini işarə edirəm. Niyə bu xanımın adı qoyulur Fatimə? Buyurdu Allah Peyğəmbərə burada adın qoy Fatimə, bunu sevənlərin və bunun yolun gedənləri və bunu özlərinə simvol qərar verən insanlara otumu haram eləmişəm. Və bu xanım o xanımdır ki, cənnət bunun vücudunun arzasındadır. Peyğəmbərimiz buyurdu, Əl-cənnətü təştəqu bə ərbəətin minən-nisa. Cənnət 4 xanımın həsrətindədir. Buyurdu, onların biri Xədicədir, biri qızım Fatimə mənim balamdır, biri Məryəmdir və biri də Asiyədir. Və Allahdan istəyirəm ki, bizim də analarımıza tövfiq verə, həyatında bir belənçilik fikri ilə yaşayaq və bizə öyrədir ki, əgər cəmaat sizdən üz döndərsə, qorxmayın, Allah onlardan gözəlin, Saranı, Asiyəni sənə kömək göndərər. Və burada bir sualı dərc edim əzizlərimin qulluğuna ki, şayət bu sual ola ki, niyə Peyğəmbərin bu xanımlarından Allah fəqət Fatiməni verir Xədicəyə? Fatimə kimdir? Fatimə Kevsər məsəlidir. İnna a'teynəkəl Kevsər fəsəlli li rabbikə vənhər innə şanəəkə huvəl əbtər. Çün Həzrəti Xədicənin nə mənə varlığı vardı, hamısını Allah yolunda verdi Peyğəmbərə. Çün o varlığın Allahına mamillədi. Allahın da xəzanə-i qeybində bir dənə tək fəqət gövhəri var. O təkdir. Yox, hətta pəncitənin içində Fatimənin adı təkdir. Xilqətdə Fatimə təkdir. Və Fatimənin adı 5 hərfidir. Feydir, əlifdir, tadır, mimdir, heydir. Və çox gözəldir. Və Fatimə təkdir, tək yaranıb. Allah buyurdu, sən hər nəyin var verdin mənə, mən də xəzanə-i qeybimdə bir xanım var, onu da verəcəyəm sənə. Ki, o xanıma sən ana olasan. Biz genə də buradan dərs alırıq ki, həyatımızda. Əgər biz Allahla mamil eləsək, Allah bəxil deyil. Allah həsud deyil. Allah bizə də verməliləri verər. Allahdan istəyirəm inşallah analarımız, bacılarımız həyatında belənçilik bir həyatlardan dərs alaq və biz də özümüzün və özgələrin həyatını işıqlandıraq. Bir iş görək ki, Peyğəmbər kimin həyatımızda bir zür yaşayaq. Bu xanım Xədicə-i Kubra hər zaman Peyğəmbərin yadına düşərdi, Peyğəmbər ağlardı. Dərli, ya Resulallah, niyə ağlasan? Hamı həyatını dəyişəcək. Buyurardı, siz bilmirsiniz Xədicəm, yaman günümdə mənim köməyim. Gərək qadın, kişinin yaman gündə kömək olar. Yaman gündə mənim köməyim. Azərətmi əla dinillah. O zaman ki, hamı məndən qaçdı, Xədicə mənə kömək oldu. Burada Həzrəti Zəhra salamullahi aleyhanın əzəməti haqqında yaranmışdı. Şayət bu şəkillərə ki vardı, doğrudan və doğrudan biz əgər bu xanımın yolunu geçsək,
dünyamız bir gül bağına bənzər. Heyf olsun ki, insanlar bu xanımın odur ki, yolun geçsinlər, bəziləri getmir. Peyğəmbərdən əgər istəyək xəbər alaq, bu xanım kimdir ya Rasulallah? İmam Sadıq burada 9 adı var. Peyğəmbər də yapışdı Həzrəti Zəhranın əlindən, getdi cəmaətin içinə. Burada mən ərəfəha, fəqəd ərəfəha. Hər kəs tanıyır, bu qızı tanırlar. Tanımayanlara onları tanıtdırıram. Buyurdu, Fəhiyyə ibnəti Fatimə. Bu mənim qızım Fatimədir. Sonra buyurdu ki, tək mənim qızım olmağı demirəm sizə. Və hiyyə bəzətun minni. Bu mənim vücudumun bir hissəsidir. Və hiyyə qəlbi. O mənim ürəyimdir. Sonra buyurdu, ürəkdən də üstədir. Və hiyyə ruhiyyəlləti beynə cəmbey. O mənim ruhimdir. Sonra buyurdu ki, mən azaha fəqəd azani və mən azani fəqəd azal. Ay cəmaat, mənə Allah sizə ülgü görsədib, onu incidən məni incidir. Onu narahat eləyən məni narahat eləyib və məni narahat eləyən Allaha narahat eləyib. Yəni, istəsiz həyatınız ilahi olsun, bu Peyğəmbərin qəlbi olan və ürəyi olan bir xanımdır. Bura Səlmanın evidir. Xoş, Səlman bilirsiniz ki, Mədinədə yaşayırdı da. Səlmanın evidir. Burada bizə istəyir örgədək ki, siz ilahi bir həyat sahibi olsunuz, çox adlar yaddan çıxan, yaxçı olsunuz, yaxçı yerdə həmişə adınız yaxçı çəkilər. Ki, Allahdan istəyir ki, adımız həmişə yaxçı çəkilər. Və bura ki, biz gedirik, o zaman bızırmışda, məsələn, küçələrdə, təngələrdə oturmaq üçün bir yerlər qoyarmışda cəmaat oturar. Bura həmin o küçədir, təngədir ki, Bəni Haşimin məhəlləsidir.